Əgər danışacaqsansa, hikmətlə danış. Burada bir insan üçün, bir gənc üçün qoyulmuş bir proqram var. 3 dəfə mən əməkdar jurnalist adına təqdim olunmuşam. Şeiri belə götürdük. Bu mənim şeirimdir. Gecikmiş olsam da özümün həyamdan gecikmişəm. Salam əziz izləyicilər, bizimkilər proqramında xoş gördük. Bugünkü həmsöhbətim şair, jurnalist, publisist Zərəngiz Dəmirçi Qayalıdır. İnanıram ki, söhbətimiz maraqlı olacaq. Kişi alından döyüşüm. Mən bunu sübut edə bilmirəm ki, bu həmin adamdır. Deyir ki, gətir mənə verir o festivala. Salam Zərəngiz xanım, xoş gördük. Xoş gördük. Əleyhissalam. Xoş gəlmişsiniz. Xoş gününüzə gələk. Siz ədəbiyyata şair kimi gəlmişsiniz. Hələ uşaq vaxtından qələmə könül vermişsiniz və elə demək mümkünsə, gəlişiniz də biraz o dövr üçün səs-küylü olub. Bəli. 15 yaşımda mənim şeirlərimi atam bizim rayonda Qalibiyyət Bayrağı qəzeti var idi burada dedi. Ələddin İncəli rəhmətli, gözəl bir şairimiz idi, həm də şeir şöbəsinin rəhbəri idi. O Ələddin İncəli ilə məsləhət edir ki, yəni bu şeir, bu uşaqdan bir şey çıxarmı, bu şeirə şeir demək olarmı? Ələddin İncəli onun içindən, o şeirlərin içindən kəndimizə səhər adlı bir şeir götürüb ki, mən bunu çap edəcəm. Və onu həmin nömrədə nəşr eləmişdi. Mənim yanıma gəlib, bu məktəbdə böyük səda yaratmışdı. Yəni, rəhmətli atanız atamın təşəbbüsü oldu. Bəli, bəli. Çox şeir sənətə rəsgari, beşli olsun ölənlərinin. Çox şeirə, sənətə könül vermiş adam idi. Demək olar ki, bütün klassiklərimizi və dünya ədəbiyyatının bu insan üç şəxsi mütaliəsindən mənimsəmişdi və onu bizə təbliğ edirdi. Mən şəxsən bəlkə də atam sənət sevər olduğu üçün, ədəbiyyat sevər olduğu üçün bu sənətə gəlmişəm. Bu şeirləri, o Ələsgəri, Səməd Vurğunu, Nizami, Heydər Babanı, Şəhriyarəsi sevə-sevə oxuyurdu, təbliğ edirdi. Mən onları əzbərim deyirəm. Və o həmin o, siz dediniz ki, səs sonra, həqiqətən də böyük bir soraq çıxdı sonra. Həmin qəzetdə 79-cu ildə Xalq şairi Hüseyin Arif Anamın qəzetləsən və o mənim haqqımda təqdimatla yenidən bir də mənim 5 dənə şeirimi verdi ki, bu da mənim rayonda tanınmağıma və bir balaca şair kimi şöhrətdə mənim səbəb. Və ondan sonra da o məsuliyyət mənim boynumda həm müəllimlərim, həm sinif yoldaşlarım sorur, təzə nə yazmışsan, təzə nə yazırsan. Və atam da görürdüm, çox həvəslənib ki, mən bu şeirlərdə. Bəzən indi ilk qələm təcrübəsidir, mənim özümə xoş gəlməyən şeiri bilə, hətta atam çox yüksək mənada dəyərləndirirdi, çox təriflirdi. Yox, sən 5-indən gücsüz ola bilərsən, amma 500-dən artıq yazsa, belə mənə qol qanat verirdi, belə desək. Və elə də könlümüzü verdik şeirə. Mənim ustadım, bizim dünya şöhrətli şairimiz, xalq şairi Səməd Vurğun demiş, şair yaranan ən də peşman olamaz. Bu yolun yolcusu oldu. Mənim bir şeirim var. Haqqı sevdim, haqqa pənah. Haqdır bir gün tapar məni. Haq yolunda etsən günah, haq yoluma qaytar məni. Mən bu yolun yolcusuyam, ürəyimin elçisiyəm. Azın çoxun ölçüsüyəm, haqqı bilən tutar məni. Zərəngiz cuşa gəldi mi, könül incitmə heç kimi. İllər qızıl kərpic kimi, örgüsünə yapar məni. Bu Gənclik jurnalında o vaxt çıxan bir şeiriniz var idi. Onun, şükür şeirim. Onun qəribə bir tarixçəsi var. Mən eşitdim ki, belə bir sözün düzü jurnal mən onda tələb edim. Bizim auditoriyada əl-əl gəzirdi. Rəhmətlik
Mehmet İsmail, Allah ona rəhmət eləsin. Çox gözəl bir şairimiz idi. Gəlmə razılaşaq ki, elə insanlar, elə demokratik insanlar o vaxt az idi. O bütün gəncliyə qucaq açdı. Orada olan rəhmətli Hüseyin Əfəndi, Sabir Sarvan, Allah onlara da qəni rəhmət eləsin. Çox demokratik bir olan hamısını tanıyırdım, bu olmasın. Bəli, onlar mənə bacı deyirdilər, balaca bacı. Mən getdim redaksiyaya, sözün düzü biraz da utancaq uşaq idim. Gördüm orada bir qız var. Tez onun yanına getdim, mətbəxli idi o. Dedim, mən redaksiyaya gəlmişəm, siz burada işləyirsiniz, dedi, hə, indi gəlirəm, deyəm, bu istəkanlarını yuyum, gəlirəm. Gəldi, oturduk divanda, divanda var idi. Dedim ki, biz tanış olduq, dedim, adım Zərindizdir, biz belə azmaz şiirlərimiz adım olmuş, şiir desək. O da çox mədəni bir qız idi, adı Məhəbbət idi. Dedi ki, mən də şiir istəyərdim. Bir oxudu, dedi, gəlməm aparaq verir Hüseyin Əfəndiyə, nə gözəl şiirlərdir. Mən cürət eləmirdim ki, belə böyük adlı sanlı jurnaldır, dünya şöhrə. O elə tez yayıldı ki, bütün hamı o, demək olar ki, az bir müddətdə böyük bir şöhrət qazanmışdı. Getdik, mənə dedi ki, qapını döyüb ki, heç mənə bilməsə də, bu sən özün gəldi. Mən dediyimi demə. Qapını döyüb gəldi içərdən. Keçdim, hə bacı buyur. Dedim ki, bəs mən Hüseyin Əfəndi şeirlərini gətirmişəm. Dedi, buyur, ver. Verdim, bir 10 dənə şeir idi. Sevim mənim şeiri belə götürdü. Bu mənim şeirimdir. Bircə dəfə nəzər yetirdi. Bircə dəfə nəzər yetirdi, mənlə şeiri götürdü. Amma o biriləri də bir... Bəli. Hamısını oxudu, dedi, bu mənim şeirimdir. Əvvəlcə mən düz başa düşmədim ki, görən ola bilir də şairləri eyni düşüncəni bəzən ifadə edirlər, yazırlar ki, özüm biraz pis elərim, rəngim qızarır, mən qara yazarım, çox belə həyəcan keçirdim. Dedi, bacı, sənin bu şeiri mən çap edəcəm. Nəsə getdi, sən demə, bu qəzetdə, jurnalda maket tutulur qabaqçıdan, bu artıq çapa gedilmiş, maket tutulub. Gündüzün o vaxtı çox məşhur bir rəssam idi, Əlizadə. Allah rəhmət eləsin. Allah ona qəni rəhmət eləsin. Çox gözəl onun təfəkkürlü bir rəssam idi. Onun aşağıda bir şəkil var imiş. Bu Məmməd müəllimə məsləhət edir ki, gündüzün şəklini çıxardıq, gündüzün şeirləri. Gündüz də olacan gəldi, çıxdı. Vay, mənim bəxtim budur. Niyə hər şey mənim başımda tamam olur? Nəsə dedilər ki, bax, xanımın yaxşı bir şeiri var. O da mənə təbrik edir, xanım, demək, Hüseyin Əfəndi hər şeyi bəyənəndir ya. Demək, o şeirdən də var. Həqiqətən də mənim o şeirim, hətta sonralar atam deyirdi ki, sənin bu şeiri mənə istimam verdi. Şükür şeiri idi. Çünki biz o ərəfələrdə 20 yanvar başımıza gəlmişdi, çox böyük faciə yaşamışdıq. Mən həyatdan əlimiz düşdüm elədir, amma sonra bir nicat yolu kimi dedim ki, yəni bu düşmənləri biz indi hamımız ölsək, bunlar at oynanacaq. Bunları gələcəkdə lənətləmək üçün biz yaşamalıyıq. Özümdə qüvvə tapmışdım, bir şey yazdım. Ocağım yoxdur mənim, bucağım var ki, şükür. Öz adım, öz ünvanım, duracağım var ki, şükür. Dünyada tali adlı bir şeyim yoxdur, nə qəm? İki dünyaya dəyən umacağım var ki, şükür. Hər yolum öz yolcusu. Bir oda tökülən su, sarısim, kövrək mizra. Hər yazı, qanun, kitab yıxmadı məndə mənim yaşamağım var ki, şükür. Sözün düzü Ağalaçanlı bizim müəllimimiz idi. Allah'ına rəhmət eləsin. Deyir ki, o şeiri sən yazmışsan, gözəl yazmışsan. Yəni, böyük bir mənim həyatımda o şeyi rol oynadı. Demək olar ki, ruhlandım. İnsan öz əməyinə qiymət veriləndə, gənc olasan, biraz tərəddüd eləyəsən, görəm mən auditoriya tərəfindən necə qarşılanarım falan. Amma rastına xeyirxahların Xeyirxah insanların bir stil olur. Bəli. Bir şiir haqqında bir xoş söz. Neçəsinin adını çəkdiniz bayaqdan, neçə nəfər. Bəli. Hamısı bir-birindən gözəl söz sərrafı idi. Məhəmməd İsmail da,
Sabir Sarvan da, Hüseyin Əfəndi də, Aral Açılı da çox gözəl şair idi. Yaxşı da müəllim idi. Söz yazan Hüseyin Arif böyük bir türkü şairidir, böyük bir şair. Demək, o səndə nəyəsə görür, o yazmışdı ki, Zərəngiz öz doğma obasını, məktəbini, kəndini çox sevir. Yəni, bu sevgi ilə yola çıxır. Bu böyük bir xeyirqa deməkdir. Yəni, hər adamın ürəyində sevgi. Mən bizim müdirkilərdən Hacı Bəkdaşi Vəli deyir ki, ayağa qalxanda xidmət qəsdi ilə qalx. Əgər danışacaqsansa, hikmətlə danış. Oturacağın zaman hörmətlə otur. İnsanın dəyəri onun ürəyinin qədəri boydadır. Sevgi ilə, sevən, hörmət bəsləyən dağları və uçanları belə aşmaq qüdrətində. Gör, burada bir insan üçün, bir gənc üçün qoyulmuş bir proqram var. İnsanı haqqa, ədalətə, gözəlliyə, məhəbbətə, xeyirxahlığa səsidir. Mən müdirkiləri niyə sevirəm? Niyə onların sözlərini öz hafizəmdə zaman sıralayıram, yaddaşımda saxlayıram? Çünki onların hərəsi bir həyat dərsidir. Nə böyük hikmət var. Həqiqətən də mən elə bil ki, başqası üçün o aşılmaz dağ olan bəzi o dağları qismən də olsa o məhəbbətlə, o sevgi ilə aşa bildim. Yəni, mənim Azərtac böyük bir dövlət agentliyi idi, informasiya məkanı idi. Azərtacın baş direktorunun köməkçisi Dağbay İsmail mənim qızıl qələm almağımda əsas rol oynadı. Yəni, o vaxt jurnalistlərə qeyri-adi görməmiş idi. İndi hər bir qəzetələr qızıl qələm yeri düzdür. Amma o vaxtı tək verilirdi ki, jurnalistikada nəfəs olan, jurnalistikaya gələn, nəsə işi. O vaxt mənim 2 kitabım var idi. Amma jurnalistikada da yeni Azərtacda çalışırdım. 2 il idi. Oqtay Salamzadə zəng elədi ki, Dağbay müəllim, Zərəngiz Mansurovya bu qələmi vermək olar, belə biraz ciddi şey. Dağbay müəllim xəttin o tərəfindən işləyir ki, sənin 5 dənə qələmi varsa bir Zərəngizandır, 3 dənə varsa bir Zərəngizandır, bircə dənə qələm qalıbsa bir Zərəngizan. Yəni, onun mənəvi haqqı var. Yolumuza da siz demişdik. Müdir ki, insanlar yoluma çıxdı mənə. Bax, o məni sınmağa qoymadı. O məni irəli apardı. O məni stimul edir. Elə hər sənətdə istər bu publisistikada, istər də poeziyada mən bir növ biraz gecikmiş olsam da özümün həyatından gecikmişəm sözünüzü, amma layiq insanlar həmişə mənə dəyər. O gecikmək demişkən siz çox mübariz adamsız. Neçə il dalbadal imtahan verəndən sonra universitetə qəbul olmuşsunuz. Yəni, bəzi adam açığı da o inadı eləməzdi. Necə deyirlər, həvəsdən düşərdi. Başqa bir işin bununla yapışardı. Amma siz neçə il dalbadal gəlmişsiniz. Həmişə də əslində qiymət almışsınız, amma müsabiqədən keçə bilməmişsiniz. Mən dil ədəbiyyat, mən dilimizi, ədəbiyyatımızı daha çox dərindən yiyələnmək üçün bir dəfə vermişəm. Jurnalistika fakültəsində? Jurnalistika yox, mən onda istəyirdim ki, Nizamini orijinaldan oxuyam. Şərh-şünaslığa vermişəm və orada keçə bilməmişəm. Bir sənə ora verdim. Amma əsas filan, yəni dilin imkanları, ədəbiyyatımız, klassiklərimiz məni həmişə düşündürür. Həmişə o sahədə özümün biliklərimi genişləndirmək istəmişəm və filologiya vermişəm. Sözün düzü deyirdilər ki, məsələn, ona alternativ başqa sənətlər var falan var. Amma mən nəhayət ki, o siz dediyinizi inatkarlıqla o fakültəyə qəbul olunum axırda və Allaha şükür ki, universitetdə də mənim Xalid Əl-Müzəyev kimi siz filologiya qəbul olmuşdur da? Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Çox yaxşı bir insandır. Əzizə Cəfərzadə mənə dərs deyir. Orada
Pənah Xəlil, xarici ölkə ədəbiyyatından deyirdi. Hətta o məni bir dəfə Bakıda gördü, küçədə oxuyan. Dedi, qızım, mən səni axtarırdım. İndi biz qocalarıq. Sən gəl, mən səni götürdəcəm bizim fakültəyə. Belə əvvəl laborant kimi başlarsan, mən də qocalarım, yerimi verərəm sizi kimi gənclərə. Yəni, sən o millətə gələk olmalısan. Gəl, universitetdə işə düzəl. Mən də o vaxt Azərbaycanda çalışırdım. Maksimal maaş alırdım. Universitetdə çoxları müəllimlər o maaş azlığından bizim nə qədər beyin axınımız oldu. Türkiyə, başqa respublikalar çox az maaş verirdi. Bilməm, 86 idi, nə qədər idi. O, həmin olan, mən öyrəndim. Mən deyiləm, sən deyən imkanlı ailənin uşağı deyildim. Dedim, bunu ona dəyişsən, mən ola bilirsin ki, biraz çətinliyim olacaq. Çox təəssüf edirəm. Sonralar çox təəssüfləndim ki, mən o müdrikin qoyduğu yolunu getsəm, mənim sonralar elmişimi heç qəbul eləmədilər ki, sən agentlikdə işləyirsən, universitetdə. Hələ orta məktəbdə oxusaydım, mənim elmişimi götürəcəkdilər. Mən Abbas Tufarqanın haqqında deyilənə görə çox monumental bir tədqiqat əsəridir. Mən onu Hüseyin İsmailova edirəm. Allah ona şəfa versin. Vaxtilə Fakültə İnstitutunun direktoru. Dedi, Qarabız, bu Abbas Tufarqanın haqqında çox gözəl bir monumental əsər. Sən diplom işiniz idi? Diplom işi sonra işləndirdim. Elə bir ki, əlavələr elədim. 4 fəsil mənim bütün ən sevdiyim yaradıcı insanlarda alim aşığıydı. Abbas Tufarqanın Aşığı Ələsgər. Mən Səməd Vurğun qədər onları sevirdim ki, bunlar çox gözəl yaradıcılıq olan, hikmət dolu bir aşığı idi. Götürdüm, yazdım, nəsə bax o... Yəni onu biraz da genişləndirib, çərsə seçim ki, müzakirə eləmək olardı. 74 səviyyədə elmişdi, dedim, gətir onu müzakirə var. Onu mənə bir alim, yəni Fakültə İnstitutunun direktoruydu, özü çox zəkalı bir insandı. O çox Allahla can sağlığa versin, şəfa versin. Sonra biraz xəstələndə o uzaqlaşdı. O orada direktoruydu. Amma mən də Azərtacın xəttindən elə onların Fakültə İnstitutunun bütün uğurlarını, orada olan bir görüşlər olurdu. Beynəlxalq, Türkiyəli xalqların müəyyən böyük simpoziyumlar zaten mən onu işıqlandırırdım. Neyse hiç vaxtım olmadı, inanırsınız. O fürsətdən dəyərləndirə bilmədim o təklifi. O xəstələndə uzaqlaşandan sonra mən təzədən ayıldım ki, aparım elmişimi. Mən təqdim edeyim, dedilər, sən gərək ya institutda işləyəsən, ya o ən azı orta məktəbdə müəllim olsun. O deyir, böyüyün sözünü deyir, vaxtında qiymətləndirəsən, böyüyün sözünə baxarsan. Siz çox uşaqlı ailədə böyümüşsünüz, 6 bacı olmuşsunuz. Onlardan bir bacınız vətən uğrunda vuruşub, əlinə silah götürüb, döyüşüb. Yəni kişilərdən geri qalmayan şücaət göstərir. Allah sizdən razı olsun. Amma təəssüf ki, ona şəhid statusu verilməyib. Verilmədi. Çünki o, baxmayaraq ki, bizim çox cəngavər, bizim kəndə, Daş Salahlı kəndinin cəngavər oğulları var idi. Elə bu qız, bunlar erməniyə vermədilər torpağı. Qazağın 8 kəndi erməninin elə bir ki, diqqətini cəlb eləmişdi və birinci bizim kəndi idi. Birinci də bizə həmlə eləmişdilər. Çünki bizdən Qazaq-Gürcüstan yolu bizim kəndimizdən keçirdi və oradan da hamımıza məlumdur, bizim türk qardaşlarımız bizə çox böyük yardımlar gətirirdi həmin o yolla. Qazaq-Gürcüstan yolundan. Çünki Türkiyədən Gürcüstana keçirdi onlar, Gürcüstandan bizə gəlirdi. Silah, sursat, tibbi ləvazimatlar, hətta isti o əskərlərə giyin, paltar, əymək. O vaxt biz gənc respublik qoyduq, bizim heç əskərlərin təminatı belə yox idi. O könüllü əskərlər çox öz silahından, məsələn, mənim atam ehtiyatda olan zabit idi, mənim bacım atamın silahını götürüb getmişdi. Və bu türklərin belə bizə yardımı erməniləri qıçıqlandırırdı. Birinci bizim kəndi, onlar istədi ki, blokadiya alalar,
təcrid eləyərlər və o türklər yolunu kəsər. Amma qəhrəman vəfa dayanmışdı orada. Qəhrəman daş sarağının igid oğulları dayanmışdı onun arxasında. Onlar çox cəhd elədilər və torpağı vermədilər. Qazağın sonralar məlum səbəblərdən 7 kəndi alındı, amma bizim kənd alınmadı. Çünki o rəşadətlə dayandı bizim kənd, həm vəfa var idi. O cəbhədə çox döyüşlərdə oldu, amma güllə dəyməyələ, cəbhədə güllə dəyib şəhid olmalıdır. Yəni, mənim atam çox həqiqətpərəst bir adam idi, çox vicdanlı, ziyalı bir adam idi. Baxmayaraq, orta təhsilli bir adam idi, feşil idi, kənd feşil idi və elm sənətkar oğlu idi, amma o həqiqəti həmişə deyərdi, həmişə həqiqətin tərəfində olardı. Deyirdi, mənim qızım qəhrəman, sözüm yox. Amma o cəbhədə güllə dəyməyib, mən həmişə gəlmişdi komandir ki, və şəhidlər xiyabanına bu xanımı biz dəfn edəyək, çünki bu bizim əskər dostumuzdur, əskər yoldaşımızdır. Bu bizlə bərabər erməni ilə döyüşüb bu. Bunun haqqı da şəhidlər xiyabanıdır. Elə o döyüşünü... Amma o xəstəliyindən sonra rəhmət edildi. Xəstəlik də bilsin necə. Bunun yanında neçə əskərlər şəhid oldu, oğullarımız. Bizdə bir Şahin Cəmiyev var idi. Onun plamyot bədəninin yarısını aparmışdı. O çağırır, ay vəfa, bunlar eləmir, qurban olun, məni öldür, mən belə yaşamazdım. Vəfa onu elə qaldırmışdı başına, elə orada vəfanın da ürəyə getmişdi. Özünü pis eləmişdi. Bir insan vaydı var, bir oğlu yarısı yoxdur. Və onun dəfnində, Şahin Cəmiyevin dəfnində vəfa dəfn komitəsinin sədri qoydu. Muxtar Səttarov, elə balaca bir etimad deyil, daha hər adamın dəfn komitəsinin sədri qoymazlar. Vəfa orada, yəni o dəfn təşkilində tələb qoydu onun o bir qardaşları da ki, biz qəbristanlıqda dəfn eləməyik, ilk şəhidimiz idi. Ayrı bir məkanda, yəni daha kənddə uca bir zirvədə, indiki şəhidlər xiyabanı, o tələb ilə də ayrı dəfn elərlər Şahini. O, orada da ürəyi getmişdi özünü. Yəni, bu stresləri bu qız yaşamışdı. Bunun yanında dedilər ki, o rəhmətə gedəndən sonra dedilər ki, bomba partlayıbmış, o da dağdı, əks sada verir, ola bilsin beyin zədələnmişdi. Biz onu həkim apardıq, həkim daxili orqanları, hamısı bir kimi. Həkim dedi, heç yoxdur bu qızda. 6 aydan sonra rəhmətə getdi. Yəni, o stresdən, o aldığı travmadan, mənim 5-ci bacım, mən hələ yaşayıram. Məndən də maşallah böyük bacılarım var. Biz hələ sağ-ı salamat yox. Nədən bu rəhmətə getdim? Ağıllı insan bilir ki, o dəhşətləri görmüşdü. O həyəcanı yaşamışdı. O Prijivaniya, o döyüş. Orada hər yayda qızıma elə bil ki, 40 dərəcədən ötürdü istilik. İlan məniyən çöllər, onlar ən çox sərhədləri, sınırları qoyurdular. Əskər paltarında, çiynində avtomat, tək gəlir, tək gedirdi. Qışda da şaxtalar. Elə olurdu ki, onlar o sərhəddə duranda gecə düşmən hücum edəməsən deyənə, yağış yağırdı, paltar əynində, yaş olanda donurdu bunlar şaxtalar. Bu zülümləri qız yaşamışdı. Yəni, o çox yaşaya bilməli. Allah rəhmət eləsin. Eşitli olsun ölənlərimiz. Çox təəssüf edirəm ki, mən çox distansiyalarına müraciət eləmişəm. Bunun adı kişi adından döyüşüb bu. Öz adı Mansurova Vəfa Dəmirçi qızı, əskər adı Mansurov Vəfadar Dəmirçioğlu. Mən bunu sübut eləyə bilməyəm ki, bu həmin adamdır. Bu, yəni, bir zərif, ruhun iki adamdır. Qanı, mən əzəmliyim, mən varım, qanı yerdə qal. Mən onu layiq olduğu səviyyə düzdür. Mən ona kitab həsil eləmişəm. Vəfam mənim. Bəli, bu kitab poemadır. Bu poema əsasında səhnələşdirdilər, onu oxuduğu məktəbdə 50 yaşı münasibətindən bizim 2 nömrəli şairə, o birinci şəhidimiz Şahin Cəmiyev adını daşıyan 2 nömrəli məktəbdə. Onu mən 50 illik keçirəndə
həmin bu poemanı məktəblilər ədəbiyyat müəllimi səhnələşdirmişdi. Qazaxda gənclər buyurun. O səhnələşdirmə demişkən sözün bağına kəsim. Sizin 8 kitabınıza hamısı şeir poemalardan ibarətdir və bir cavab ver poemanız var. O da elə səhnələşdirilib Xocalıya həsr olmuş, Xocalı faciəsinə. Siz bu ağracını ki, bacınızın misalında da o qədər yaxından keçirmişsiniz, duymusunuz və mən təsəvvür edirəm ki, indi o poemanda necə ürək ağrısı ilə yazmışsınız. Onu əvvəl məktəbdən başladı, onun səhnələşdirilməyi, elədirmi? Demək, elə oldu da. Bəli, siz çox gözəl deyirsiniz ki, mən o acını, o itkini, o yanları yaşamış adam kimi bütün şəhidləri vəfanın bacısı bildim. Elə bildim ki, onlar da mənim doğmalarımdır və bu Xocalı hadisəsi elə hər bir Azərbaycanlı kimi mənim də çox sarsıldı mən və onu elə ağlaya-ağlaya yazmışam. Mənim bacım 45 nömrə məktəbdə ədəbiyyat dil ədəbiyyat müəllimi idi və zabitçiydi. Dedim ki, mən bu Xəlimanın uşaqlara dəvət edirəm. Mən istəyirdim bunu yazdım, bu kitabda qalmasın. Dəftər üstündə kitab vərəqlərində qalmasın. Bu gənc nəsil ki yetişir, bu düşmənin azğınlarından xəbərdar olsunlar. Bizim xalqın başına gələn bəlalar unudulmasın. Çünki 18-ci il bizə unutturdular, biz erməniyə qardaş deyik. Mən de niyə unuduram ki? Bu Xocalı unudulan dərddir. Bu Xocalı dünya çatmalı, birinci özünün vətənində tanınmalı. Gələn nəsil, gələcək nəsil bunu tanımalıdır. Əsas məktəblərdə bunu mən başladım ki, ilk dəfə 45 nömrəli məktəbdə şagirdlərin ifasında ədəbi bədii kompozisiya kimi ədəbi bədii kompozisiya kimi böyük bir səs yaratdı. Böyük bir səs yaratdı. Bu bir nəfər onu götürdü, ictimai birliyi var idi. Bildi ki, bundan gəlir hörmət görəcəkdən. Bu mənə tərkib belə düyün baş üstü. Getdik Günay Uşaq Teatrına. Larisa Tarsova. Larisa Tarsova çox qeyrətli bir Azərbaycanlıdır. Baxmayaraq, Rus millətinə mənsub olan xanımdır. Amma o Azərbaycanın həm sevincini, sevinç kimi yaşayan, həm kədərini, kədər kimi duyan bir xanımdır. Dedi, vahşi yavazmıydı. Götürdüm. Və onu kompozisiya şəklində, indi zaman-zaman kompozisiyaları dəyişirik. İndi artıq başqa kompozisiyadır, amma süjet cavab ver poemasıdır. Əsas sözlər də o poemanın əsasında biz böldük. Bunu Rus dilli uşaqlar, siz sevdi, bu çox inanılmaz bir şeydir. Azərbaycan dilində bir cümlə bilməyən uşaqlar o şeirlər əzbərlədilər. Əzbər. Özü də onları sifiliyorsat da lazım olmur, gərək olmur. Hamısını əzbər deyirlər. Maşallah ki, bu böyük bir, həm də Leyla Əliyevanın, İdar Əliyev Fondunun vice-prezidenti Leyla Əliyevanın Xocalı Ədalət Kampaniyası çərçivəsində bu nazirliklə, Mədəniyyət Nazirliyi həyatında biz bunu bütün teatr səhnələrində bilet satılmır. Belə bir növ bu elin kədəridir. Mən hətta mənim dostlarıma, sizi kimi qələm dostlarım, yoldaşlarım gəlirdi ki, maraqlarına deyirdim, bir qərənfil də olmaz. Biz burada mənfəət bilmiyoruz. Biz burada elin dərdini elə çatdırırıq. Bütün universitetlərdən, deyirsiniz, Ardiyə Naxçıvan müəllimlərimizdən, hətta uşaqlara özüm maşın tutdu. Bunlar ki, elə ağlaya-ağlaya deyim, xüsusi süraşdır, maşın tutdu, İkarus, hər benim uşağın yedinə var. Gülçöhrə xanım, Mimarlıq Universitetində Salatın xanım mənim rəfiqəmdə çox gözəl bir qələm sahibidir, onu da gözəl kitablar. Salatın Əhmədli bəli. O mənə təklif edir, gəl tamaşanı bizdə də oynayaq, biz oynadıq. Gülçöhrə xanım tamaşa gedə-gedə köməkçisinə deyir ki, hər uşağın çağırdılar rejissoru polis koltuğun arxasına, adları aldı, hər uşağa bir diplom. Bizim Qafar Cəbiyev var,
televiziyada ikinci adam idi. Qafarca bir tamaşadan sonra mən onun Məlimə Universitetində nümayiş olundu. Qafarca bir yenidən çıxdı telefonuna. Deyir, xanım, mən sənə təşəkkür edirəm. Xocalı faciəsini bu cür əhatə eləyən və bu cürə təqdim eləyən bir səhnə əsər, bir bədii əsər mən indiyəcən rast gəlməmişdim. Və siz görün, Sumqayıtdan bir nəfər bizim bu tamaşaya baxmışdı. Bizi Sumqayıt Azmir Kimya İstihsalat Birliyinə çağırdı. Biz orada da oynadıq. Bütün universitetlər, orta məktəblər, liseylər, mədəniyyət evləri. İlk dəfə Nərman Nərmanovun ev muzeyini deyirəm. Ev muzeyləri, Cəfər Cabbarlının ev muzeyi, Ordu Badənin ev muzeyi, demək Əzim Əzimzadənin ev muzeyi, Səməd Vurğunun ev muzeyi, bütün kitabxanalarda eləmişik, Əxirəc Xurşudbanın atağında oynamışıq, indi inşallah görək. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xəttinə bizim bu tamaşamız eşitli olanla tamaşa Mahmud Teatrında onun səhnəsində çox böyük, hətta İrandan da nümayəndələr gəlmişdi, Türkiyədən də gələn var idi. Yəni bu, mənim Türkiyədə bir ədəbi məclislərdə tanış oldum. Səlcuq Peçər, onun xanımı Günel Peçər, onlar bəyənmişdi o qədər ki, Səlcuq müəllim onu YouTube-a qoydurdu. Mənlə xəbərsiz. Tamaşa. Hələ bu tamaşanın sonra Okeanut ayından da gəldi. Eşq olsun sizə, indi ona gəlirdi. İndi bu, bizdə ki, bu belə şöhrət tapmışdı. Sonra bunu Larissa xanım həvəsləndi ki, Okeanın özündə, New York'da Mark Twain Teatr Festivalı var. Buna Moskvada yaşayan bir rəfiqəsi, o da sənət adamıdır. Deyir ki, gətirim onu verir o festivala. Ondan. Bu da deyir, qoy müəlliflə məsləhətləşir. Mənə deyəndə deyim ki, Larissa xanım, bu sizdən deyil, orada mənimlə bərabər haqqınızdır, verə bilərsiniz. İnanırsınız, birinci yerə çıxdı. Həmin bu, noyabrın 30'unda, bax bu, bizim bu gördüyümüz, bax bu diplom, New York şəhərində onlar Mark Twain Festivalında nümayiş olundu və biz həm teatr işi, həm rejissor işi, həm aktyor oyunu, həm də payım, mənim dram əsərim birinci yerə çıxdı, şair kimi, mən orada müəllif kimi birinci yeri qazandım. Yəni bu il mənim edir ki, uğurlarımdan biri oldu və o münasibətlə də orada Şimali Amerika Yazarlar Birliyinin məni üzv elədilər orada ki, siz bizim üzvümüz olasınız. Həm deməli, bu elə bil ki, belə bir qurumdur ki, o Şimali Amerika Yazarlar Birliyi. Moskvada təmsilçiliyi var, Azərbaycanda təmsilçiliyi var, Amerikada təmsilçiliyi var. Dünyanın dörd bir yanından çoxu Bakıdan gedən. Ona görə onlar o tamaşanı başa düşmüşdülər. Bakıda yaşayıb dili bilir. Bu da Azərbaycan dilində təqdim olunan bir əsərdir. Və mənim də Rus dilində rəhmətli Siyavuş Məmmədzadə, bir dəfə Allah ona qəni rəhmət eləsin, 5 dənə şeirim, Azərbaycan jurnalında çıxan şeirimi o tərcümə eləmişdi. Literatura Azərbaycan jurnalında onun elə bir ki, çap elətdirilmişdi. Bəlkə də bir 7-8 il bundan əvvəl. O da bir diqqət yaymışdı. Sonra mən bizim gözəl bir gənc tərcüməsimiz var. Məndən istədilər ki, biz tərcümeyi halını və şeirlərini göndər, şəkildə istədilər. Bu vəsiqəni mənim üçün hazırlayan bu qurum, Şimali Amerika Yazarlar Qurumu. Qafarov, Vladimir Qafarov var. Rəhmətli tərcüməçi. Çox gözəl bir hörmətim var idi ona, mən tanıyırdım. Və onun qızı Nadiyə Qafarov var. Mən Səlimə, bizim bir katibidir, Səlimə bir yaxşı rus dilinə tərcüməsi istəyirəm. Rəhmətə getdi.
bizim Siyavuş Məmmədzadə, amma mən istəyirəm bədii zövq olanı, deyir, Nadiyə Qapar var. Telefonunu verdi mənə, o qız da mənim üçün tərcümə elədi, o şeyləri də göndərdim. Yəni, elə bir hamısı üst-üstə düşdü. Bunlar məsləhət bilirlər ki, bu xanımız üzvlüyə götürək. Burada çox adamların fəaliyyəti var. Allah Siyavuş Məmmədzadə eləsin, Allah Nadiyəni də xoşbaxt eləsin. Çox gözəl tərcümə olunmuşdu o şeylər. O da bir vəsilədir. Yəni, bu poemada bir insan deyə bilməz ki, orada kimisə lənətləmə var, kimisə... Mən öz xalqımın haqqını istəmişəm. Cavab ver, mən deyirəm, cavab ver sözümə sən ey qan içən, sən axı insansan, vəhşi deyilsən. Durar gözlərinə etdiyim qanlar, sorğusuz, sualsız ölən canlılar, o dilsiz körpələr, qızlar, qarlar, ey cəllad, başına dünya darlar. Qoca tarix səndən cavab istəyər, bir şair sözünə cavab verin, bir şair sözünə cavab verin. Mən o qəsbkardan, erməni cəlladından, Uşağın istəyirəm, hamımız bilirim onu. 366-cı, moto atıcı diviziya yerləri, erməni nəkəridir. Bizim oğulların bir yumruğunla onlar məhv olub gelərdir. Onların da alında duran var idi, onlara silah verən var idi, onlara bu işi, hətta təhrik edən var idi. Bəzən onlar qorxub geri çəkiləndə irəlidir deyənlər vardı, onların əvəzində silah, ateş açanlar var idi, tank sürənlər var idi. Mən onları ittiham eləmişəm və mövqeyimdə haqlıyam. Heç vaxt mən ermənilərə, o cəlladlara, nə də o Rus xalqı böyük xalqdır. Amma Rusun da içində şarmistlər var. Onlara heç vaxt mən hörmətim olmaz. Mən onlara lənət eləmişəm, lənət olmuşam. Şurada da qalmışam və bu da dünyada bəyənildirsə, Türk demişəm, tüm mənə. Dərəcə sən, həyatınızda əlamətlər günlər çox oldu. Bir şey bundan əvvəl dövlətdən mənzillə təmin olunmuşsunuz. Uzun illər mətbuatda çalışan bir şəxs kimi. Və bu ildə sizin üçün əlamətlər oldu. Milli mətbuatımızın 150-lik yubileyidir. Və bu günlərdə siz də yubiley medalı ilə təltif olunanlar arasındasınız. Bu medal, bu bizim deyilənə görə, mən mütəlimatını oxumuşam. Bu bronza adamı qızıl suyuna batır. Məsələ odur. Əlbəttə. Siz də bu medal almışsınız, mən də sizi təbrik edirəm. Çox sağ olun. Yəni, bunun bir əşya kimi yox. O bu diqqətin ifadəsidir. Diqqətin və eyni zamanda sənin əməyinə verilən bir qiymətdir. Yəni, sən də varsan, çox sağ ol da. Bu tarixin içində, yəni bizim də bir zərrəcə rolumuz var, iştirakımız var. Mən sizi də çoxdan tanıyıram. Biz təmənnasız bu xalqa xidmət edən bir qələm adamıyıq, sənət adamıyıq. Mən sizi çox güzel tanıyıram. Bütün sizin o müsahibələri oxuyuram. Siz bizim teatr xadimlərinə, kino xadimlərinə, bizim ziyalılarımıza nə cürə siz diqqətlə, qayğı ilə onları hazırlayırsınız. Çox mən sizə təşəkkür edirəm. Hətta rəssamlar, hətta bunların içində bütün ziyalıları əhatə edirsiniz, təmənnasız edirsiniz onu. Allah sizə can sağlığı versin. Biz bilirik ki, bu xalq üçün nə elənsə bu xalqın gələcəyi üçündür, bu xalqın balaları üçündür. Amma onu da biz, baxmayaraq ki, təmənnasız edirik, amma yenə də bir qiymət veriləndə boynumuza alaq ki, sevinirik. Əlbəttə. Az da olsa bizdə bu da bir stimul olur. Bilirik ki, biz yazmalıyıq, yaratmalıyıq, daha artığını eləməliyik, nail olmalıyıq. Həmətdir, mən Respublika Prezidentinə təşəkkür edirəm. Bu medal bizə verən qurumlar var, mətbaş şurası var və media agentliyi var. Yəni, diqqətindən kənara qalmamışıqsa, sağ olsunlar. Əlbəttə, çox sağ olsunlar. Biz söhbətimizin yekununda, onu da deyək ki, il ayrıcında görüşdük. İnşallah bu il yaxşı keçdi, belə deyək. Hər halda əlamətlər oldu. Bu dediyiniz New York'dan gələn o sonra mənim üçün gözlənməz oldu. Böyle son günlərdə aldığınız medal, inşallah inanıram ki, qarşıda da
şəhərli yıl olar. İnşallah mən sizə də uğur arzuluram. Yəni biz əməyini hələ tamamlamış sənət adamları. Mənim elə bir işdə işləmişim, zaman mənim adıma təqdimatlar olur. Mən sizə bilirəm, bəli. 3 dəfə mən əməkdar jurnalist adına təqdim olunmuşam. Dünyada əslində yoxdur bu, Sovet dövründə olan təsisatlarda da bu fəxri adlar filanlar. Dünyada belə bir şey yoxdur. Amma madam varsa, bu ləğv olunmuyubsa, mən də tərəfdarıyam ki, bu layiqli olana və ədalətlə verilsin. Və ədəbiyyatımızı təbliğ edən, niyə Seymur Hesab alması, niyə Zəngiz Mansurovaya verilməsi, biz istəmirik. Mən şəxsən onun tərəfindəyim, ümumiyyətlə tərəfdarıyam ki, bu belə bir şey olmasın. Yox, madam varsa, heç özümü qoyuram bir kənara, haqqı zəhməti olan adamlara əlbəttə dəyər verilməyi xoş olar. Yenə də ümid edək ki, hər şey yerini alacaq, necə deyərlər. Və siz də o arzusunda olduğunuz ada, fəxri ada, mükafata qovuşacaqsınız. Sonda bir şey oxuyum. Nə qədər istəyim tənha qalıbdır. Neçə yol könlümü qəmlər alıbdır. Qəlbimə qubar da sən də dolubdur. Yenə minnətdaram ulu Tanrıya, çatar məhəbbətin, çatar hamıya. Daş dibində bitən körpə bir çiçək, yurdumun balası hamıdan göyçək. İçimdə istəklə dop dolu ürək, istər ki eşqini ellərə yayar, çatar məhəbbətim, çatar hamıya. Dərdli ana diləm, ötən quşam mən, keçən günlər heç unutmuşam mən, Tanrı dərgahına iş tutmuşam mən, sınım ürəyimi bəlkə yanıya, çatar məhəbbətim, çatar hamıya. Zərəngizəm, yurda sevdalı bülbül, içimdə ürəyim çox ötüb dil-dil. Ey mənim həməsirim, bunu sən də bil. Gəldim, ürəkləri sözlə yamıyam. Çatar məhəbbətim, çatar hamıya. İnşallah. İnşallah. Elə nikbin notlarla necə deyərlər, söhbətimizi də bitirək. Mən inanıram ki, hər şey yerinə alır. Mən sizə təşəkkür ederim. Çox sağ olun. Siz çox qədərşünas bir ziyalımızsınız. Gör sizin vətənpərvərliyinizdir ki, mənim bacım Vəfanı burada yad verədiniz. Yəni, el üçün çalışan insan, mən özümün haqqımı almaq istəmirəm, vermək istəmirəm. Bir dənə prezidentimdən, birinci xanımdan. Bu zərifin, bir zərifin qanı yerdə qalmasın. Bir zərifin rol göydə nigaran olmasın. İcazənizlə bircə dənəm ona son dövrdə bir şeir yazmışam. Bəzən dilə gəlirlər ki, kitab yazmışsan, şeir yazmışsan, bəsdir. Yox, mən elə bir ki, o atəş mənim könlümdən getmir. O şeir oxuyum. Vəfaya. Mən ala bilmədim haqqını, bacım. Yanıram. Odlara odum görünmür. Tanrıya yalvardım, odur əlacım. Tanrım dərgahında dedim, görünmür. Dövrən niyə belə qəti gəlibdir? Amma Mövlanın rəhməti gəlibdir. Səni aparmağa atı gəlibdir. Ya Əli, sən ol ümidim, görünmür. Mənim xalam Vəfa rəhmətə gedəndə yuxusunda görmüşdü ki, anam gəlib, bir ağ atdı, onun yüyənindən tutur. Deyir, özüm attım eləli, Vəfa yatıb orada cana. Deyir, ah ölüm, qarışma, qarışma. Mövlanın, yəni o əlindən düldülü gəlir, ağdı. Mənim bacım aparma. O ömrünü haq yolunda, vətən yolunda qoydu. İnanıram ki, onun rəhmət eləsin, o şad olsun. Mən də inanıram ki, bax, bu il necə o nəşi uzun illər sonra tapılan adamlar oldu, yaxud 30 ildən sonra layiq oldu, fəxri adını alanlar oldu. Bəli, mənim layiq prezidentim. Bu mənada mən inanıram ki, inşallah sizin bacınıza da o layiq olduğu, qəhrəman olmuş, Şücaətin Müqarın layiq olduğu dəyər veriləcək. İnşallah. Sağ olun. Siz də sağ olun, var olun. Həmişə xoş günlərdə görüşəcək. Çox sağ olun.
Mən sizə minnətdarım. Allah sizin də əməyinizi itirməsin və bu fədakarlığınız bütün sənət adamları qarşısında gördüyünüz bu əməyiniz bizim diqqətimizdə. Mən də sizə bir ziyalı oğlu kimi, xalqın bir deyən dilişini. İndi qələmlə, artıq siz qələmlə də keçmişsiniz. İndi bunu sayta qoyursunuz insanlarımız üçün, onların ürəyinin arzusunu çatdırırsınız insanlarımıza. Bu sahədə də böyük fəaliyyətiniz və təşəkkür edirəm. Çox sağ olun. Minnətdarım. Başlıqlıq, minnətdarım. Var olasın. Sağ olun. Əziz izləyicilər, belə ilə daha bir söhbətimiz sona yetdi. Verişlərimizə baxacağınıza, fikir və təkliflərinizi yazıb bəyənəcəyinizə, kanala abunə olacağınıza əminəm. Sağ olun, Allah'a emanet. Şair zərəngizin qəlbi gümanlı. İstərəm ki, indi sevinəm, güləm. Qazaxdan gəlmişəm Qələbiyə mən. Qazaxdan gəlmişəm Qələbiyə mən. Qazaxdan gəlmişəm Qələbiyə mən.